Sinema Radyo. Azərbaycan Kino Akademiyasının bu günlərdə mükafatları təqdim edildi və Kino Akademiya münsiflərinin yekdil qərarına əsasən xalq artisti, kino rejissor Vaqif Mustafayevin Həyat deyəsən gözəldir bədii filmi 6 kateqoriya üzrə əsas mükafatlara və ən əsası, ən yaxşı tam metrajlı bədii film nominasiyası üzrə mükafata layiq görüldü. Və elə məhz bu və digər istiqamətləri kino rejissor, xalq artisti Vaqif Mustafayevin özü ilə müzakirə edəcəyik. Vaqif müəllim, xoş gördük. Salam. Vaqif müəllim, təbrik edirik sizi. Azərbaycan Kino Akademiyasının dekabr 28-də mükafatları təqdim olundu və əslində gözlənilən idi. Yəni nominasiyalarda artıq Həyat deyəsən gözəldir filminin adını biz görəndə anladıq ki, yəni bu film təbii ki üstündür, onun bir çox keyfiyyətləri var. 6 mükafat yəni qazandı. 6 nominasiya. 6 nominasiya üzrə mükafat qazandı. Gəlin bax bundan başlayaq ki, Vaqif Mustafayevin özü bir rejissor olaraq bu Qızıl Pərinin favoriti olması ilə bağlı hansı izahları verə bilər tamaşaçılara? Yəni nə üçün bu film seçildi? Sizin yəqin ki özünüzün bir analiziniz var. Bilirsiniz, mənə gəlir ki, artıq deməli elə vaxt gəlib çatıb ki, yəni qiymət verənlər də artıq başlayıb deməli düzgün qiymət verməyə də. Mən bunu deməli mükafatı alanda, əsas mükafatı alanda orada dedim ki, kino iki tərəfdən ibarətdir də, əsl kino. Yəni yaradanlardan kinonu və ona qiymət verənlərdən və onlara qiymət verənlərdən. Hər iki tərəf olmalıdır. Bir tərəf olmasa, deməli onda heç nə alınmır. Burada hər iki tərəf tapıldı. Qiymət verənlər də nəhayət öz zövqlərini işə saldılar və yüksək zövqlə yanaşdılar və qiymət verdilər. Bilirsiniz, mən qabaqlar heç vaxt qatılmamışdım. Nə Qızıl Pəri, nə başqa mükafatlara burada da. Daha doğrusu məni qatmadılar. Amma indi görürəm ki, doğrudan da deməli, bax, mən xüsusi qeyd eləmək istəyirəm. Rejissorlar Gildiyasının, Azərbaycan Rejissorlar Gildiyasının xüsusən onun rəhbəri Hüseyn Mehdiyevi. Bəli. Ümumiyyətlə Hüseyn Mehdiyev çox professional və çox, nətər deyim sizə, kinoya qayğı göstərən, kinonu sevən bir insandır da. Yəni kino onun həyatıdır. Bax, əsl mənada deyəndə ki, o yazırlar kitabzada kino mənim həyatımdır. Bax, kino Hüseyn Mehdiyevin həyatıdır və təkcə özünü orada görmür də. Yəni o görür Azərbaycan kinosunu. Və o elə deməli, nətər deyim sizə, sevgi ilə, elə ustalıqla bax təşkil etdi bu mərasimi. Bax, bu deməli sonuncu mərasimi də. Özü də pulsuz parasız. Pulsuz parasız. Bilirsiniz, belə orada əsas nə idi? Əsas deməli onun, şəxsən onun və onun kollektivinin, Gildiyanın kinoya olan və xalqına olan sevgisi idi. Bax, o özünü göstərdi və balaca bir xudmani bir zalda deməli bu tədbir baş tutdu və mən təəccübləndim də oradan. Yaxşı mənada təəccübləndim. Mənim adımı çəkəndə ki, əsas mükafat, bütün tədbir də elə ona görə yığılır da ki, əsas mükafatı qeyd eləsin ki, əsas mükafatı kim alacaq? Ən yaxşı film. Və ən yaxşı film mən bilmirdim bunu. Mən xəbərim yox idi ki, mən ala bilərəm. Mən dəvət olunmuşdum, oraya gəldim, oturdum. Bir də görən bir nominasiyada mükafat alındı, o birisi nominasiyada Hikmət Rəhimov bizim deməli çox istedadlı aktyordur. Çox istedadlı aktyordur. Sonra ən yaxşı qrim, ən yaxşı səs rejissoru, ən yaxşı montaj əlli. Bəli, deməli bizim əsgər deməli montaj edən əsgər. Bax belə axırda da gəldi, çıxdı ki, ən yaxşı film də qardaşın çıxdı və bu sözləri dedi. Vaqif müəllim, biz dəfələrlə sizinlə müzakirələr aparmışıq və mənim yadımdadır ki, mən belə bir fikir demişdim, üzrü sayın, amma hər halda mən bunu xatırlatmalıyam. İttifaqın İdarə Heyətinin iclası idi və siz də İdarə Heyətinin katibi olaraq müzakirədə idiniz. Və mən bir fikir dedim ki, biz Həyat deyəsən gözəldir filmində qaldırılan məsələnin ən yaxşı təcəssümünü elə ancaq bu filmdə görəcəyik. Yəni ondan yaxşı çəkə bilməyəcəyik. Nədən gedir söhbət? 2022-ci ildə bu film ekranlara çıxdı ilk dəfə. Və orada bu film ekranlara çıxanda artıq ermənilərin sağlamlaşması, o sülh prosesinin qaçılmaz olması məsələsi var idi. Amma faktiki olaraq bugün artıq o proseslər öz əksini tapır və məndə avtomatik bir düstur işə düşür ki, Vaqif Mustafayevin filmlərində gələcəyə ünvanlanmış
o demək fikirlər, gələcəyə ünvanlanan o proqnoz həmişə özünü doğruldu. Bax gəlin bundan danışaq. Yəni bu gün biz sülh prosesinə gedirik artıq. Cənubi Qafqaz dəyişir. Amma bu filmdə Vətən müharibəsindən sonra bu prosesin biz belə deyək, ilk proqnozlarını görürük. Kimsə yaxşı dedi. Dedi ki, Həyat deyəsən gözəldir filmi. Təkcə sənət əsəri deyil. Eyni zamanda müalicəvi bir filmdir. Bəli. Müalicəvi, yəni erməni cəmiyyətini müalicə edən filmdir. Və doğrudan da deməli bu filmə qiymət verildi. Özdə cəmiyyət tərəfindən, yəni professional, peşəkar cəmiyyət tərəfindən qiymət verildi. Bu mənim üçün böyük bir şərəfdir, böyük bir nətərdimsə, böyük bir uğurdur. Mənə gəlir ki, cəmiyə, kino cəmiyyəsi hansı ki artıq var. Artıq var və formalaşır, getdikcə formalaşır və mən buna çox şadam, açığım deyirəm. Durum indi yalandan deyim ki, mən şad deyiləm, bu belə də olmalıydı. Çox sağ olsunlar. Yenə də deyirəm, Gildiyə, Hüseyn Mehdiyev, hansı ki bunu təşkil etdi və obyektiv səs verməni təşkil etdi və elə siz də məncə jürideydiniz. Yox, mən olmamışam. Olmamışsınız, bəli, bəli. Jüri də deməli, nətərdimsə, ədalətli qərar çıxartdı. Amma olsaydım səs verəcəkdim təbii. Ədalətli qərar çıxartdı və bu da bilirsiniz nə deməkdir? Bu da o deməkdir ki, Azərbaycanda kino yaşayır. Azərbaycanda kino yaşayır və belə davam etsə, onda inkişaf olacaq. Əsas problem Azərbaycan kinosunda nə idi? Deməli, yaradıcı problemi idi və qiymət verən problemi idi. Qiymət verənlər problemi idi. İndi bax bu Həyat deyəsən gözəldir filminin qələbəsi, yəni mən hesab edirəm ki, start olmalıdır. Azərbaycan kinosunun yaşamasına, onun inkişafına start olmalıdır ki, belə də davam etmək lazımdır. Yəni birinci plank olmalıdır ki, bax bundan aşağı olmasın bu plankadan. Gözəl və yüksək səviyyəli filmlər çəkilməlidir. Və o qiymət verənlər də artıq başqa cür yanaşmalıdır. Yəni zövqlərin daha da itiləməlidir ki, yüksək zövqlə yanaşsınlar və başa düşsünlər, bilsinlər ki, bax bu rejissuradır, bu deməli nətərdim sənətdir. Sənət əsəri nə ilə fərqlənir başqa deməli çəkilən məhsullardan. Bilirsiniz, bax bu mütləq olmalıdır. Ona görə də doğrudan da yüksək zövq olmalıdır. Zövqü yanaşma. Yəni həmin bu mövzunu, yəni bu 200 ildən artıq davam edən belə deyək də bu regionu xəstələndirən bax bu problemi tutaq ki, başqa bir rejissor sizin bir ifadəniz var. Mən hatırlamıram bunu parket film səviyyəsində çəkə bilərdi. Yəni hamısı oxşar yaxud daha çox. Yəni peşəkarlıq ola bilərdi, amma kreativlik yox idi. Amma bu filmdə sizin yanaşma tərziniz bir qədər fərqli oldu. Yəni erməni özü deyir ki, mən işğalçıyam, bunu boynuna alır və eyni zamanda o qardaş da sülhün tərəfdarıdır. Kamran deməli qardaşım, deməli bu doğrudan da bu film çox ağır yol keçdi. Bunu siz bilirsiniz və müşahidə etmisiniz bunu da. Yəni bu filmi çəkiləndən sonra çox belə nətərdirsə, dərhal başa düşmədilər. Bu filmi kəsdilər, qısaltdılar, ixtisar etdilər. Nə bilim bu yaxşı deyil, bu olmaz. Deyirəm niyə olmaz? Deyir sarkazm çoxdur filmdə. Deməli ermənilərə qarşı. Deyirəm sarkazm yox, mənim filmimdə belə nətər deyim sizə, çox incidən sarkazm ola bilməz. Çünki mənim janrım, mən özüm müəyyən etmişəm filmlərimin janrını. Faciəvi komediya, bu deməli ümumi onun istiqamətidir də. Amma mən belə müəyyən etmişəm ki, empatik komediya. Empatik, yəni o personajlarla mən deməli nətər deyim sizə, onlara deməli ağrı ilə onları göstərirəm, o komediyanı. Mən özüm də iştirak edirəm orada. Yəni təkcə elə belə söyüq yanaşmıram ona da. Empatiya var o qəhrəmanlara. Yəni qəhrəmanların plastikası çox dəqiqdir. İnsan daxilində əslində elədir. Bəli, mənim onlara yazığım gəlir. Heyfim gəlir, yazığım gəlir. Bax elə yanaşmışam mən hər bir personaja və doğrudan da bunu demək lazım idi. Mən ondan qabaq ki, Hər şey yaxşılığa doğru filmi çəkdim. Orada da müharibə haqqındadır, amma birinci müharibə haqqında. O da faciəvi komediyadır. Amma o da empatik deməli komediyadır. Yəni mənim nətər deyimsə onlara rəhmim gəlir. Rəhmim. Başa düşürsünüz mən nə deyirəm də? Yəni belə söyüq mən onları gülməli hala salmıram. Yəni belədirlər, siz güzgü kimi göstərirsiniz ki, kənardan belə görünürsünüz. Kənardan belə görünürsünüz, bəli. Amma
rəhmlə yanaşıram da, başa düşürsüz məni. Amma o kəsənlər, o keçmiş deməli nazirliyin rəhbərliyi, onlar deyirlər bu olmaz, o olmaz. Amma onunla belə getdi, mükafat aldı Türkiyədə. Film yadınızdadır da. Bəli. Ən yaxşı, Türk dünyasının ən yaxşı rejissoru. Belə bir mükafat aldı orada. Həmin bu film. Və burada isə ən yaxşı film mükafatı aldı. Və bu o deməkdir ki, doğrudan da biz o qədər sağlamıq ki, artıq ki, nətər deyim sizə, bax belə qiymət veririk. Ümumiyyətlə sizin filmlərinizdə istər Sağlamlıq təkcə onlarda yox, o personajlarda yox, bizim özümüzdə də olmalıdır ki, sağlam qiymət verək. Bilirsiniz, bu ironiya böyük şeydir. Ha? Bəli. İroniya çox böyük şeydir. Özdə o film, mənim filmlərimə fikir verin. Orada sama ironiya da var, özümə ironiya da var. Mən özümə ironiya ilə yanaşıram. Yəni özümə də ironiya ilə yanaşıram, personajlara da. Və ümumiyyətlə sizin filmlərinizdə mən bir daha nəzərdən keçirəndə xüsusilə, yəni bədii yaxud sənədli filmlər fərqi yoxdur. Elə bir ki, bu 80-ci illərin sonundakı prosesləri siz ən yeni tariximizi izləyirsiniz və digər müəlliflərdən fərqli olaraq, siz əsl müəllif olaraq bu prosesləri kinematografik dildə çatdırırsınız, araşdırırsınız və çatdırırsınız. Bu da əslində böyük bir xidmətdir, bir vətəndaşlıq borcudur. Çünki 80-ci illərin sonundan başlayan proseslər, elə bu münaqişənin özü, yaxud sizin sənədli filmlərinizdə ümumiyyətlə liderlə bağlı qaldırdığınız məsələlər, onun haqqında çəkdiyiniz filmlər, məndə belə bir təəssürat oyadır ki, əslində bu hamısı bir epopeyadır. Bütün bu yaradıcılığınız bir epopeyadır, bir salnamədir və burada peşəkar, dəqiq, heç kəsə bənzəməyən kinematografik dil var. Bəli, hər bir sənətin öz dili var. Hər bir insanın da öz dili var da. Yəni dili təkcə o demək deyil ki, biz bax Azərbaycanca danışırıq sizinlə. Amma mən bilirəm sizinlə necə danışırım. Siz bilirsiniz mənlə necə danışırsınız. Və biz ikimiz də bilirik ki, kino dili necə olur da, nətər olur. Yəni mən kino dilində danışıram. İndi kimsə başa düşür, kimsə başa düşmür. Əgər diqqətlə baxsaz mənim filmlərimdə, orada kino dili var və mən Azərbaycanlı olaraq, milli rejissor olaraq və bu qiyməti də mənə Nikita Mixalkov bu yaxınlarda verdi. O özünü çəkdi, göndərdi ki, Vaqif Mustafayev milli sənətkardır. Və ancaq milli sənətkar ola bilər, beynəlxalq səviyyədə sənətkar. Sırf milli olsan. Mənim elə Bəyin Oğurlanması filmində də görürsünüz. O koloritdir, yəni bütün Azərbaycan xalqı oradadır yəni. Bütün Azərbaycan xalqı, bəli. Mən belə düşünürəm. Çünki mənim nəslim, köküm, bir tərəfim deməli, atam tərəfi gedir. Amma anam tərəfi Şirinbekovlar, onlar gedirlər, onlar Şuşada, Şuşalılar, özdə bir familiyadır bunlar, Şirinbekovlar da. Bəli. Yəni mən bunu uşaqdan yox, elə genetik bax bu məndə var. Genetik. Bəyin Oğurlanması. Mən nə dilində danışsam, məsələn, rus dilində, ingilis dilində, başqa dildə danışsam da, amma məndə genetik bu Azərbaycanlıq var. Ümumiyyətlə, milli sözünün özü mənim üçün hər zaman bir məcazi məna təşkil edib. Niyə? Bəli. Çünki əgər rejissor tutaq ki, o millətə mənsubdursa və onun içində bir təəssübkeşlik varsa, o təbii ki, millilik elementlərindən qaça bilməz. Yəni ki, o özünə məxsus mental düşüncəni əks etdirəcək. Kamran, deməli, bax, burada çoxları, bəziləri düzgün başa düşmür. Milli kino elə bilirlər ki, deməli, sən gərək dünya kinosundan özünü ayırasan, Avropa kinosundan özünü ayırasan və elə orada, deməli, nətər deyimsə, nətərsə, bax, belə, o milli deyil. Milli onun deməli nətər deyim xüsusiyyətidir o adamın. Elə Bəyin Oğurlanmasını götürün də. Yaşar Nuri oynadığı İsrafil, o birisi rollar bu. Hamısı orada millidir. Amma o demək deyil ki, onlar gərək nətər deyim sizə. O birisi düşüncə başqadır. Azərbaycan kinosu Avropa kinosundan, dünya kinosundan ayırmamalıdır özünü. Təbii ki. Ayırmamalıdır. Və biz indi görün də deməli bizim müasir şəhərimiz, yəni heç bir Avropa şəhərindən demək olar ki, artıq fərqlənmir. Yəni o dərəcədə inkişaf var. Elə bizim rayonlara gedəndə, orada da elə bir şəhərə gedirsən də, yəni də şəhərdir, artıq geyimlər, avtomobillər. Yəni biz özümüzü niyə ayırmalıyıq dünyadan, dünya kontekstindən? Amma yəni hərəkətlərimiz, bizim vərdişlərimiz, bizim nətər deyimsə, ənənələrimiz öz yerindədir də. Yəni Azərbaycanlıyıq da biz. Bəli. Təbii ki, Azərbaycanlıyıq çox vacib məqamdır. Mütləq. Harda olsaq biz Azərbaycanlıyıq. Mən bir şey deyim.
Bəyan olunması filmini dediniz. Mən bir qeyd edəcəm. O filmə nə zaman baxırsınızsa, bəyan olunması filminə nə vaxt baxırıqsa baxaq, fərqi yoxdur. Adama elə gəlir ki, bu film təzə çəkilib. Təbii ki, oradakı aktyorların çoxsu artıq dünyasını dəyişib, aydın məsələdir ki, zaman 30 illik bir vaxt keçib. Amma klassik əsər hər zaman oxunanda yaxud baxılanda əgər yeni təsir bağışlayırsa, cəmiyyətlə sinxronlaşırsa, bu deməli klassikadır artıq. Ona görə o filmdə də o film bir xalçadır, hesab elə böyük bir xalıdır. Bütün Azərbaycanın naxışları. Orada elə bir xarakter yoxdur ki, elə bir xarakter yoxdur ki, cəmiyyətimizdən kənarda qalsın. Qeybət var, kinonun vəziyyəti var. Nə bilim sonra orada nakam sevgi var. Nə bilim inadkar ata var. Sonra yəni orada hər şey var da. Yəni orada personajlar elə bir ki, hamısı yığılıb və vahid süjet xəttinə tabelədir. Bu unikal yeri gəlmişkən bir əsərdir. Və bu ildə onun 40 illiyidir. Deməli 40 il bu kino nəinki yaşayır, bu sevilir. 40 il sevilir. Deməli bu doğrudan klassik bir film. Sağ olsun Naxçıvan televiziyası Akif müəllim. O gəldi, məni apardı bu yaxınlarda Şamaxıya, haradakı film çəkilib Məlhəm kəndinə. Və bu gün 18:30-da deməli Naxçıvan televiziyası ilə bu verilişi göstərəcəklər. Və biz orada ondan xatırladıq həmin o həyətdə. Siz təsəvvür edirsiniz, heç o pəncərələr rənglənməyib. Elə necə rəngdə var idisə, hansı rəngdə, o rəngdə də qalıblar. O qopa-qopa bax belə qalıblar. Yəni o həyət deməli o bəyin oğranmasının ruhunu saxlayıb elə bir muzeydir. Elə bir muzeydir və biz getdik orada yada saldıq və yaşatdıq o rəhmətə gedən bizim o görkəmli aktyorlarımız. Nəsibə Zeynalova, Muxtar Maniyev, Yaşar Nuri, Turabov və s. Bütün bizim nətər deyim sizə aktyorlarımız, görkəmli aktyorlarımız, bu nətər deyim inci aktyorlarımız da. Təbii. Hamısı orada çəkilir də. Mən bir faktı deyəcəm və növbəti suala keçəcəm. Bir neçə ay bundan qabaq deməli bizim şəhərdə suvenir mağazasına girmişəm, əsas küçədə, Nizami küçəsində. Orada bir ingilis Big Ben'in deməli suvenirini alır. Bəli. Bu satıcı da çox belə savadlı bir oğlandı, tanıyıram. Belə məəttəl qaldı ki, bu ingilis niyə bunu alır? Qayıtı ki, bunlar da elə Monqol turistləri söhbətinə döndü bunlar. Yəni Monqol turistləri niyə görə Monqol ingilis gəlib Big Ben alır? O satıcının artıq nəzərində qalıb ki, yaddaşında qalıb ki, o Monqol turistləri niyə görə Monqol dublenkasını buradan alıb aparırlar? Yəni bu faktiki olaraq filmin ibarələrinin, fikirlərinin yaddaşlara hopmasıdır. Bu hər bir filmdə baş vermir. Biz onlar nəyə görə yığıldı mənim ətrafıma o vaxtda bax bu görkəmli aktyorlar. Çünki bunlar məndə nəsə gördülər ki, bu gələcəkdə nəsə bir rejissor olacaq da, bəlkə bu böyük rejissor olacaq, bizi çəkəcək. Ona görə gəldilər, yığıldılar ətrafıma belə həvəslə və o film deməli çəkildi və mən doğrudan da mənim özüm üçün gözlənilməz oldu ki, bu 40 il keçəcək, mən təsəvvür etməzdim. 40 il keçəcək və film yaşayacaq. Yaşayacaq, bilirsiniz. Yəni filmlər belə olmalıdır da. Sonra mən düşünürəm ki, kino həm də funksional olmalıdır. Bilirsiniz, insan nəsə oradan nəticə çıxartmaq bu öz yerində, amma nətər demişsə, mühüm nəticə çıxartmalıdır. Mühüm. Bəyin oğurlanması o filmdir ki, hansı ki göstərir ki, deməli doğrudan biz millətik və bizim deməli gözəl xüsusiyyətlərimiz var. Maraqlıyıq. Maraqlıyıq, bəli. Necə ki, hər bir personaj orada maraqlıdır. Hər bir personajın yükü var orada. Kimdir? Bizik də. Hərəsi deməli müxtəlif. Hamı özünü tapır orada. Bəli, hərəsi müxtəlif insandır. Yəni Azərbaycanlı maraqlıdır. Maraqlıdır və dünyada da maraqlıdır Azərbaycanın obrazı. Bax biz ona çalışmalıyıq. Azərbaycan kinosu gərək onu maraqlı obrazlar göstərsin. Bəli. Maraqlı Azərbaycan. Düzgün dediniz ki, yəni biz orada bir cəmiyyət olaraq baxanda özümüzü tapır. Hər kəs özünü tapır. Bəli. Hər kəs öz xarakterini tapır orada ki, mən beləyəm. İndi biz deməli danışdığımız filmdə həyat deyəsən gözəldir. Orada da erməni cəmiyyətidir. Bəli. Hansı ki sağalmalıdır və yavaş-yavaş mənə gəlir sağalır. Artıq 3 il keçib o filmin istehsalından, amma artıq mən dediyim kimi o proqnozlar özünü doğruldur erməni cəmiyyətində. Bəli, çünki bu YouTube-da, orada, burada baxırlar axı. Əlbəttə baxırlar və paylaşırlar da yeri gəlmişkən. Siz təsəvvür edirsiniz, yəni təsəvvür yox, elə belədir də, yəni açıb baxa bilərsiniz də YouTube-da. Deməli, hər şey yaxşılığa doğru filmini. Çoxlu ermənilər saxlayır o filmi orada YouTube-da. Yəni onlar qoyurlar YouTube-a. Bəli. Və o filmi bəyənirlər. Halbuki bütün film boyu erməni tabutu daşıyırlar bu bizim həmin o personajlar Yaşar, sonra başqaları da. Bəli.
Vaqif müəllim, siz danışdınız ki, yəni o vaxt deyirdilər ki, sizin ətrafınızda yığılan insanlar, aktyorlarımız, yəni Vaqif Mustafayev rejissor olacaq və hiss eləyirdilər və ona görə yığılır. Təbii bu məcazi bir mənadır. Uşaqlıqdan hiss eləyirdim. Bəli. Bundan nəsə çıxacaq. Nəsə çıxacaq. İndi yaxşı, bəs maraqlıdır ki, sizin özünüzün neçə illik pedaqoji təcrübəniz var və bir neçə həftə bundan əvvəl belə bir biz anons eşitdik və yeni gəlmişkən Baku Cinema Breeze festivalı çərçivəsində də onun təqdimatı oldu, bildiyiniz kimi. Vaqif Mustafayevin yaradıcılıq emalatxanası. Bəli. İstərdik ki, bu emalatxana barədə məlumat verəsiniz və nəzərə alaq ki, bizə çoxlu yeniyetmələr baxar, onlar da rejissor olmaq istəyirlər, ya qəbul olmayıblar, yaxud qəbul olub ixtisaslarını dəyişmək istəyirlər. Vaqif Mustafayevin yaradıcılıq emalatxanası hansı xüsusiyyətlərlə fərqlənəcək? Birincini mən deyə bilərəm, Vaqif Mustafayev adı. İndi qalanını buyurun siz deyin. Mən minnətdarlığımı bildirirəm Azərbaycan Təhsil Nazirliyinə. Aha. Elm və Təhsil Naziri. Elm və Təhsil Nazirliyinə bəli, öz minnətdarlığımı bildirirəm və bizim Mədəniyyət Nazirliyinə minnətdarlığımı bildirirəm ki, deməli onlar da qoşuldu bu proyektə. Amma əsasını qoydu deməli Azərbaycan Elm və Təhsil Nazirliyi və deməli bizim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində bax bu emalatxana, Vaqif Mustafayevin yaradıcı emalatxanası yaradıldı və o da nədir? O da il yarımlıq ali rejissorluq. İl yarımlıq. Aha. İl yarımlıq bəli, ali rejissorluq kurslarıdır və bu da deyirəm daha çox açığın deyimsə də daha çox mənə yox, o kinoya lazımdır. Kinoya lazımdır. Burada biz nətədir? Təhsil üstəgəl yəni sənaye. Təhsil üstəgəl kino sənayesi də. Kino sənayesinə kadrlar lazımdır. Deməli, təhsilə isə kino sənayesi lazımdır ki, o məzunlar gedib özlərinə iş tapsınlar da. Yəni, özləri işləsinlər. Yəni, rejissorlar buraxılırsa Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində, o gedib işlə təmin olunmalıdır, düzdür? Rejissor bitirirsə fakültəsini, o gedib rejissor olmalıdır. Düzdür ya yox? Bəli. Ona görə bu çox nətər demişsə, bax bu bir-birinə bağlı olan iki məsələ, təhsil və kino sənayesi, bax bu burada öz yerini tapacaq. Bu bir. İkincisi, daha çox burada üstünlük veriləcək, deməli, başqa sahələrin adamlarına. Məsələn, kim ki, kimyaçıdır, bitirib deməli o sahədə universiteti, o gəlib, o rejissor olmaq istəyən adam gəlib olacaq rejissor, ya da riyaziyyatçıdır, ya da fizikdir, ya kimdir. Yəni Sovet dövründə də belə idi də əslində. Ağıllı. Yəni Sovet dövründə də belə idi də faktiki olaraq. Ağılsız adamlar kinonu batıra bilər. Ona görə ağıllı adamlar qəbul olacaq. Bəli. Yəni burada belə bir mənzərə yaranır ki, Sovet dövründə də var idi. İkinci təhsil olaraq gedirdilər Ümumi İttifaq Dövlət Kinematografiya İnstitutuna. Artıq təhsil almış insanlar. Təbii ki, hamıya şamil deyildi, amma o var idi ali ikili rejissorluq kursları. Yəni eyni status olacaqmı burada da? Ali ikili ssenarist və rejissorluq kursları. Aha, bax onu sual vermək istəyirəm. Məsələn, arxitektor idi, gəldi oldu rejissor. Məsələn, kimsə fizik idi, gəldi oldu rejissor. Belə yəni püxtələşmiş, ali savadlı insanlar qəbul olunacaq və il yarım ərzində deməli ümid edirik ki, onlara nəsə biz təhsil verə biləcəyik. Nə vaxt başlayacaq kurslar? Allah qoysa ayın 1-dən, aprelin 1-dən artıq başlayacaq deməli. Qəbul yoxsa artıq sizin dərsləriniz? Dərslər başlayacaq. Ona qədər də qəbul prosesi. Qəbul yanvarın 5-dən. 5-dən. Aha. Vaqif müəllim, sənədlərin qəbulu. Vaqif müəllim, bir sualımız da olacaq. Bu da Molla Nəsrəddin filmi ilə bağlıdır. Ümumiyyətlə işlər nə yerdədir? Biz izləyirik prosesləri ki, memorandum da imzalandı və Özbəkistanda bu yaxınlarda. Hazırda sizin proses, yəni rejissor olaraq istehsalat prosesini necə qiymətləndirə bilərsiniz? Hansı səviyyədədir? Filmin neçə faizi çəkilib demək olar, yaxud hansı indi siz mərhələdəsiz? Buyurun. Bu proses artıq 2 ildir gedir. Yəni bu 5 ölkəni nətər deyim sizə, belə bir ideya var idi, birləşdirək folklor qəhrəmanı Xoca Nəsrəddinin ətrafında. Bəli. Bu deməli, əlbəttə, hamı deyir ki, bu gözəl ideyadır, bu lazımdır. Yəni Türksoy çərçivəsində, Türksoy deməli təşkilatı çərçivəsində bu 5 ölkə, indi 6-cı ölkədə istəyir qoşulsun bu məsələyə, Türkmənistan və onlar da çox güman ki, qoşulacaq. Yəni bu həm gözəl bir ideyadır da, amma eyni zamanda çox çətindir. Çox çətindir. 3 ölkə artıq deməli öz töhfəsini verib bu filmə. Çəkilişlər aparılıb da yəni. Film bölünüb 5 bloka.
5 bloka. Azərbaycan bloku tam çəkilib. Ondan qabaq Qırğızistan bloku çəkilib və Türkiyə bloku çəkilib. Bu yaxınlarda Türkiyənin də çəkdik, bitirdik. Aha. İndi qalıb deməli Özbəkistan, Qazaxstan və bizə qatılmaq istəyən Türkmənistan. Allah qoysa deməli memorandum da imzalandı Özbəkistanla ki 26-cı ilin 1-ci kvartalında bizə deməli şərait yaradacaqlar ki, biz gedək orada çəkək, Özbək blokunu da çəkək, bitirək. Və Qazaxstanın da parlamenti bu filmə ayrılan büdcəni müzakirə edib və o da gəlir çıxır deməli 26-cı ilin 1-ci kvartalına. Aha. Onda belə çıxır ki, film 2 seriya olacaq. Bağışlayın, mən bütün texniki hissələri sizə deyirəm, bilməm maraqlıdır, maraqlı deyil. Maraqlıdır əlbəttə. Onda belə aydın olur ki, film 2 saat, daha doğrusu film 2 seriya ola bilər. Yəni yoxsa Yox, film olmalıdır 110 dəqiqə hardasa. Yəni standart film demək müddətində. Bəli, 110 dəqiqə hardasa olmalıdır, bəli. Aha. İndi təbii ki, film çəkilir, daha çox material çıxır ortaya, amma eləmək lazımdır ki, 110 dəqiqə olsun. Fikriniz olarmı ki, gələcəkdə bax bu tam metrajlı filmdən sonra böyük bir material olaraq bir serial da, kino serial da yaradasınız? Onu bilmirəm. Onu mən bilmirəm. Siz istəyir serial olsun, istəyir. Çünki 5 blok, 5 müxtəlif ölkə maraqlıdır. Tam metrajlı bir serial olsun da, tək ki maraqlı olsun. Tək ki maraqlı olsun, ya buradan da insanlar, tamaşaçılar bir nəticə çıxartsınlar. Bu da bir funksional olsun ki, xeyirli olsun da, xeyir versin. Bax, bəyin oğranması 40 ildə yaşayırsa, bu da yaşasın. Çünki Xoca Nəsrəddin haqqında... Bu da qoşulsun, yaşasın. Bu olsun bunun kiçik qardaşı. Bəli. Çünki Xoca Nəsrəddin haqqında belə deyək də, müxtəlif ölkələr, Türk ölkələri pərakəndə filmlər ediblər. Amma bu bütün Türk dünyasını birləşdirən, yəni Xoca Nəsrəddin artıq bu filmdə bütün Türk dünyasının bir obrazı, personajına çevriləcək. Məsələn, Özbəkistanda bu film daxil olub, orada diri tarix proqramı var. Bəli. Hansını ki, deməli, rəhbərlik edir ölkənin prezidenti. Cənab Mirziyoyev rəhbərlik edir bax bu proyektdə, böyük bir möhtəşəm proyektdə və bizim film də ora daxil olub. Və deməli, hamı gözləyir. Bilirsiniz nətərdir? Bu doğrudan da bu Türk dünyasının qəhrəmanıdır. Xoca Nəsrəddin. Bütün Türk dünyasının qəhrəmanıdır. Yəni hər bir, məsələn, türklər deyirlər ki, burada dəfn olunub. Mən getdim, baxdım ona, Ağşəhərim var orada. Orada onun qəbri, məzarı oradadır da. Özbəkistan deyir ki, yox, burada anadan olub və orada da abidə qoyublar, atın zadın, eşeğin zadın, uzun qulağın üstündə. Və s. hamı elə. İndi biz də gərək buna yiyə duraq da bu bizim qəhrəmanımıza. Bizim filmdə də Nəsrəddin anadan olub Qala kəndində. Biz belə deməli, mən elə yazmışam ki onu ki, Qala kəndində anadan olub. Bəli. İndi bax bunun coğrafiyası belədir. Qala kəndində anadan olub, sonra gedib düşüb Orta Asiya, sonra filan. Onun coğrafiyada fikirlə düşünülüb bax bu filmdə. Vaqif müəllim, təşəkkür edirik. Sonra bir şey də deyim sizə. Buyurun. Bu Xoca Nəsrəddin elə belə deməli, nətər deyim sizə, təkcə elə Xoca Nəsrəddin haqqında film çəkmək deyil də, yəni də. Bu Xoca Nəsrəddin və bu mif, bu əfsanə onun ətrafında yaradılan elədir ki, bu insan deməli, bax bu şəxsiyyət, bu mifik şəxsiyyət deməli elə balaca, kiçik əsərlər, ağıllı fikirlər yaradıb ki, o fikirlər sənin yadıma düşəndə çətin şəraitdə o sənə kömək edir. Aydındır. Bilirsiniz, təsəlli kimi. İndi insan həyatı təkcə deməli rahat, yüngül olmur axı. Olur, məsələn, insan dramatik vəziyyətə düşür, bir şəraitə düşür. Olur da çətin də olur, asan da olur. Həyat belədir. Çətin günlərimin dostudur. Aysa, çətin günlər, aysa. Bax, ikinci adı yaxşı yada saldınız. Xoca Nəsrəddin, Molla Nəsrəddin, vergül, çətin günlərimin dostu. Bəli. Bax, budur əsas. Vaqif müəllim, deməli, kinomuzda bədbin proqnozlar eşidirik. Büdcə məsələləri ilə bağlı oldu, düzdür. Müsabiqələr keçirilir mütəmadi olaraq, arxa daxilində bir neçə komissiyalar fəaliyyət göstərir. Amma proqnozlar elə o gün akademiyanın da o tədbirində bədbin idi. Məsələn, bir məşhur ziyalımız dedi ki, Allah şəfa versin kinomuza. Digəri dedi ki, biz cəsarətli olmadı. Başqa birisi dedi ki, kinomuz ağır vəziyyətdədir. Amma nəzərə alaq ki, filmlər də çəkilir. Bax, maraqlıdır. Vaqif Mustafayev etalondur da Azərbaycan kinosunda. Və Vaqif Mustafayevin o olduğu zirvədən baxanda, mən sizin, yenə deyirəm, özünüzün malik olduğunuz imkanları demirəm bugün. Necə görürsünüz? Yəni, doğrudan mı proqnozlar bədbindir? Yoxsa hər şey yaxşıdır və yaxud hər şey yaxşılığa doğru gedir?
Həyat deyəsən gözəldir. Həyat deyəsən gözəldir də. Bilirsiniz nətərdir? Optimistik, pessimistik də bunlar hamısı nətərdir? Ümumi havada deyil də, atmosferdə, səmada uçmur bu da. Bu insanların özündədir. Yəni pessimist də insan özüdür, hansısa insan, optimist də insan özüdür. Bax, hansılar ki pessimistdir, anadan olma pessimistdir də. Onlar həmişə təkcə kino sahəsində yox, başqa sahələrdə də deməli pessimistik, bədbin deməli fikirlər yaradırlar da. Amma onlar başa düşmürlər ki, bu belə yanaşmaq lazımdır. Bunu götür məsələn qoy başqa yerə, hə? Get nəsə bir şey elə ki, bu optimistik şərait yaransın da. Məsələn, o günü elə çıxırlar, mükafat alırlar və deyirlər Azərbaycan kinosu xəstədir. O birisi mükafat alır, deyir ki, nə bilim, vəziyyət pisdir. Necə mükafat ala, ha? Sən bunu deyirsən, axı düzgün deyil. Birincisi bunu deyəndə deməli sən nəyə görə? Nəyə görə ola bilər vəziyyət bədbin? Ona görə ki, deməli, istedadsız film çıxır ortaya, deyək ki də. Elə ki, istedadlı film olsun, ha? Ya da ki, deməli, düzgün qiymət qoymursan filmə, düzgün qiymət vermirsən filmə və yaxşı filmi nəzərə almırsan, görmürsən, pis filmə mükafat verirsən. Bax, o pisdir. O bədbinlik ondadır. Yoxsa deməli, elə çıxır ki, toydur, hə? Deməli, oğlanın atası durub deyir ki, mən bədbəxtəm. Elə şey olar mı ya? Hə? Yox, əlbəttə yox. Yox, həmin şeydir də bu. Mükafat alarla deyir ki, Azərbaycan kinosu xəstədir. O birisi mükafat alarla deyir ki, biz cəsarətli deyilik. O birisi mükafat alarla deyir ki, nə pisdir vəziyyət. Düzgün deyil bu, qardaş. Mükafat varsa, hə? Kino bayramı varsa, deməli kino var. Bəli. Kino bayramı vardır. Hə? Hamı sevinir, hamı gəlir, nə bilim, bu dünya kinosunun 130 illiyidir. Badə qaldırırlar. Deməli kino var da. Mükafat alırsa insan, sağ olsun Hüseyn Mehdiyev, yenə də deyirəm də, təşkil edir bunu da. Deməli kino yaşayır. Bəli. Kino yaşayır və optimistik olmalısan da sən, optimistik. Sən necə rejissorsan, necə sən yaradıcı adamsan ki, sən bunu deyirsən və axı tamaşaçı eşidir bunu. Tamaşaçının nə vecinə sənin fikrin necədir? Tamaşaçıya kino lazımdır. Ha? Tamaşaçı deyir ki, mənə kino ver. Düzdür yox da? Ver də bu kinonu da. Bacarıqlı ol, çək, ver. Bəyin oğurlaması 40 il yaşayırsa, elə bir dənə kino çək, ver. Düzdür ya yox? Əlbəttə. Mənim böyük qardaşım. Və burada mənim bir söz, sizin filmdən bir səhnə yadıma düşdü. Orada düzdür rusca deyir, amma mən Azərbaycanca deyəcəm. Deyir ki, biz xəyalən montaj edirik. Мысленlə yəni ki, montaj yoxdur, hər şey bağlanıb, amma işləyirlər. Doğru, mən qəribə gəlir, insan mükafat alır da, gül də verirlər, hələ gül də. Mükafat da verilir Hüseyn Mehdiyev, gül də verir də. Deyir ki, kino yaşamır, nə bilim, kino ölüb. O birisi çıxır, deyir ki, kino xəstədir, Allah şəfa versin. Bu birisi çıxır, deyir ki, nə bilim nə. Ada bunu burada demədə, yenə də təkrar edirəm, bax, bu fikir çatsın da sizə də. Deməli, elə bu ona oxşuyur ki, toyda, bəyin atası çıxır, deyir ki, mən çox bədbəxtəm. Necə sənin oğlun evlənirsən? Sən xoşbəxt olmalısın axı. Bax, bu absurd fikirlər, absurd şəraitlər, bax, bu bədbinlik, o insanın öz təbiətindədir. Ona görə Azərbaycan kinosunu irəli aparan, Azərbaycan kinosunu deməli ümumiyyətlə inkişaf etdirən adamlar gərək optimist olsunlar. Çünki bu istehsalat deyil, bu belə vedrə buraxmaq deyil də. Yəni vedrəni qoydun konveyerə, çıxdı. 1, 2, 3, 100, İnsan zəkasıdır. 100, 200 olur. Elə il olur ki, kino var, elə il olur ki, kino yoxdur. Bu da insanın istedadından asılıdır. Kino sənəti insanın istedadından asılıdır və ona yaratdığın şəraitdən asılıdır. Bildiniz? Bəli. Vaqif müəllim, təşəkkür edirik. Sağ olun. Bir daha xatırladırıq ki, həm söhbətimiz xalq artisti, kino rejissor, Avropa Kino Akademiyasının üzvü, eləcə də Azərbaycan Kinematografçılar İttifaqı İdarə Heyətinin katibi Vaqif Mustafayev idi. Çəkilişə göstərdiyi şəraitə görə Azərbaycan Kinematografçılar İttifaqına xüsusi təşəkkürümüzü bildiririk. Salamat qalın. Sinema Radio, Sinema Radio, Sinema Radio.